Rəstum Əzəngili. Alo. Azərfid ailəsini salamlayıram, bütün izləyiciləri. Qurban bəy, sizi salamlayıram. Üzr istəyirəm müdaxilə üçün. Buyurun. Mən elə şəraitdəyəm ki, başqa yerdəyəm. Yəni, görüntülü qoşulmaq imkanım yoxdur. Buna görə izləyicilərdən də sizdən də üzr istəyirəm. Buyurun, problem. Dövlət çevrilişi ilə bağlı Qurban bəy, sizə bir təcrübəli siyasətçi, hüquqşünas kimi sual vermək istəyirəm. Bundan əvvəl Azərbaycanda dövlət çevrilişi ittihamı nə vaxt irəli sürülmüşdü? Hatırlayırsınız? Səhv etməyəmsə 2005-ci ildə sonuncu. O Fərhad kimə qarşı mənim? Əli İnsanov'a da. Bəli, tamamilə doğrudur. Və sonra nə baş verdi? Onları hansı ittihamlarla mühakimə elədilər? Sonra korrupsiya, rüşvət, güya pul belə şeylərlə. Vəzifə cinayətləri. Vəzifə cinayətləri. Dövlət yada düşmədi, dövlət çevriliş məsələsi. Unutdular. Hə. Yaxşı, onda siz niyə İlham Əliyevə məsləhət verirsiniz ki, o kimlərisə tutun, qoşsun ora? Ərəstun bəy, o vəkillərə demişəm o üzərə məhkəməni. Dedim, bəlkə bu dəfə qaldırdı, ona görə. Hə, o dağa dırmaşmaq məsələsində. Dedim, bəlkə bu dəfə düzəltdilər. Deyir, mən də bu filmə baxmışam 2 dəfə. Deyir, niyə dedin o dırmaşacaq? Deyir, fikirləşdim ki, bəlkə bu dəfə dırmaşar. Qurban bəy, gəlin onda icazə verin, bir paraleldən bağlı da bir sual verim sizə. Buyurun. O hadisə nə vaxt olmuşdu, nədən sonra, bu hadisə nədən sonra oldu? Dəqiq xatırlamıram, amma o vaxt 2005-ci ildə... Tamam, onda yormayım. Sizi deyiləydir. Buyurun. Deməli, o vaxt oktyabr ayının 18-də 2005-ci ildə Əli İnsanov və Fərhad Əliyev həbs olundu. Ardınca tozanaq qaldırıldı. Bəs sən demə, bunlar böyük bir dəstəkmiş. Akif Muradverdiyevi qoşdular ora. Ondan sonra o Fikrət Yusifov var idi, keçmiş Maliyyə Naziri. Onu qoşdular. Böyük bir haykü, şivən. Amma bundan əvvəl Moskvadan bir vacib şəxs Bakıya səfər eləmişdi. Kim? O, həmin dövrdə Rusiya Xarici Kəşfiyyat İdarəsinin xidmətinin direktoru olan Yuri Lebedev idi. Yuri Lebedev gəldi, İlham Əliyevlə görüşdü. Ondan sonra Eldar Mahmudov başda olmaqla MPN-dəki agenturanı yığdı, Rus agenturasını. Onlarla bir iclas keçirdi və gedəndən sonra dövlət çevrilişi ittihamıyla haykü, aləm qarışdı. Bax, bu həbslər baş verdi. Sonda da onlar hansı maddələrlə mühakimə elədilər, yəqin xatırınızdadır. Yəni, məhkəmə hökmünlə etiraf elədilər ki, heç bir dövlət çevrilişi falan olmuyor. İndi icazənizlə gələk bu ilki hadisiyə. Düz 10 ildən sonra İlham Əliyev Düşənbəyə səfər elədi, orada Putinlə görüşdü. Qayıtdı gəldi Azərbaycana oktyabr ayının 10-unda və düz bir həftə bundan sonra Ramiz Mehdiyev çevriliş eləyir, haykü qaldırıldı. Günlərə qədər dəqiqliyinə. Qurban bəy. Bu konspirologiya deyil, bu faktlardır. Mən demirəm ki, biz götürək onunla bunu üst-üstə qoyaq, görək trafaret uyğun gəlirmi ya yox. Onu artıq eləyiblər, tam uyğun gəlir. Deyirəm ki, bir gün, 2 gün orada fərq ola bilər. Yalnız bir gün, 2 gün. Və kimlər həbs olundu, kimlər ittiham olundu. Yəni, həmin o məsələdə 2005-ci ildə ittiham olunan kim idi? Əli İnsanov və Fərhad Əliyev. Və güya bunlar Amerikalılarla sövdələşməyə getmişdilər, dövlət çevrilişi hazırlayırdılar. Bunun da qarşısı alındı. Fərhad Əliyev və nə bilim Madeleine Albright demişdi ki, sən Azərbaycanın Yushchenkasısan, o zaman bilirsiniz, Yushchenko Ukraynada narıncı inqilab baş vermişdi, Yushchenko prezident olmuşdu. Və belə ağ yalanlar, niyə belə ürəkli ağ yalan deyirəm? Amerika səfiri Rino Harnish'in evində Madeleine Albright'ın dar bir məhdud dairədə keçirilən söhbət görüşündə mən şəxsən iştirak eləmişəm.
Və orada bir ağzını suyunu, burnunu suyunu axıdan gədə var idi. İndi xaricdə Avropada hardasa söylənir, üzr istəyirəm ifadəmə görə. O da MTN agenti idi, oradaydı. Orada Fərhad Əliyevə nə bilim Yushchenko, İnqilab, lider, islahatçı belə söhbətlər eləyən olmamışdı. Əksinə Fərhad Əliyev hətta mənim də bəzi iradlarıma çox emosional reaksiya ilə İlham Əliyevi müdafiə eləyirdi və ümumiyyətlə Madeleine Albright Azərbaycana inqilab eləmək üçün gəlməmişdi. Madeleine Albright ən korrupsioner Amerika siyasətçilərindən biri olubdu və o Azərbaycana gəlmişdi. Fərhad Əliyevlə də münasibəti ona görə idi ki, çıxsın İlham Əliyevə oğlunun biznes üçün şərait yaradılmasını istəsin. Amerika siyasətçiləri haqqında, Avropa siyasətçiləri haqqında ideal düşünmək lazım deyil. Onlar bizimkilərdən də iyrənc korrupsionerlərdirlər. Yəni bu absurd bir şeydir də, tamamilə absurd bir şeydir. Amma sual olunur ki, yaxşı onda Fərhad Əliyevlə Əli İnsanovu həbs eləmək və belə ağır ittiham vermək nəyə lazım idi? Çox maraqlı. Burada sırf şəxsi məsələ idi. Çünki Fərhad Əliyev 2003-cü il prezident seçkiləri ərəfəsində anlaşma olmuşdu. İlham Əliyevin komandasında baş nazir olmalıydı. Ramiz Mehdiyev onu aldadıb başqa istiqamətə yönəltmişdi və o xəyanət eləmişdi İlham Əliyevə. Buna görə tutuldu. Əli İnsanovun haqqında isə Cəlal Əliyev, birisi Cəlal Əliyev onun kuratoru idi. Heydər Əliyevə demişdi ki, İlham Əliyev haqqında bundan prezident olmaz. Gəl Əlini prezident eləyək. Mən özüm idarə eləyəcəm hər şeyi. Heydər Əliyev də razılaşmamışdı. Yəni burada dominantlıq təşkil edən şəxsi ədavət idi. Hakimiyyət davasıdır onu belə çıxacaq. Bəli, kin, küdurət, o hakimiyyət davası da deyildi. Onlar artıq nə edə bilərdilər? İlham Əliyev oturmuşdu prezident. 2005-ci ildə 2 il idi oturmuş. Bu sırf şəxsi ədavət idi. Bugün baş verən nədir? Baxın kimləri həbs edirlər, ittiham edirlər. Yenə kiminlə ədavəti varsa o adamların. Kim həbs ediblər ki? Rəstum bəy heç kəs həbs eləmirlər ağa. Əli Kərimli. Əli Kərimli ilə İlham Əliyevin Əli Kərimliyə bir isatlı münasibəti var. O 2003-cü ildən gəlir. Orada da müəyyən anlaşmalar olmuşdu. Onlar bir komandada olmalıydılar. Neyse mən bu məsələləri indi toxunmaq istəyirəm. Əli Kərimli ilə İlham Əliyev bir komandada olmalıydılar. Qurban bəy, mən hal-hazırda bu mövzuya toxunmaq istəmirəm. Çünki Əli Kərimli həbsdədir, amma o zaman Azadlıq qəzeti manşetdə yazılar çıxarırdı. Rəstum bəy, üzr istəyirəm bir dəqiqə fikri yaddan çıxartmayayım. Mən şəxsən əziz vətənlər, Rəstum bəyin bu yanaşması ki var, bunu mən qətiyyən qəbul eləmirəm. Və yanlış hesab edirəm cəmiyyət üçün, milli maraqlar və dövlət maraqları üçün. Bir adam həbsdədir deyə, bu bizim, Rəstum bəy, bu bizim o psevdo, nə bilim, kişilik, psevdo yaxşılıq, psevdo mərdlik, belə, bu siyasətdə belə şey yoxdur. Adam həbs olunub deyə, İmkan vermədi. Mən deyəcəkdim. Buyurun. İmkan vermədi. Buyurun. O zaman hələ İbrahim Məmmədli var idi. Sonra ASTV-də Almaniyanı dağıdırdı. Yaxşı tanıyıram. O Azadlıq qəzetində redaktor, baş redaktor müavini idi və bu adam manşetə az qala hər gün yazılar verirdi ki, hakimiyyətdəki və müxalifətdəki islahatçıların birləşməsi. Belə yazılar Əli Kərimlinin sanksiyası olmadan gedə bilməzdi. Müxalifətdə görə islahatın əleyhinə olanlar da var idi ki, bəy, hə? Yəqin varmış da. Orada həmin o əməkdaşlığın pozulması baş verdi. Bilirsiniz, Əli Kərimliyə qarşı çox təhqiramiz ifadələr işlədildi parlamentdə və s. Ondan sonra onun uzun müddət pasport verilməməsi və s. Bu şeylər, bu ədavət idi artıq. Bu ədavət idi. Çünki mümkün əməkdaşlıq formatı sabotaj olunmuşdu. Rəsul bəy, bunu aça bilərsiniz. Tamaşaçı başa düşmür. Söhbət nədən gedir? Belə yarımçıq danışırsınız deyə cəmaət başa düşmür. Amerikalılar o zaman 3 nəfəri dəvət eləmişdilər Vaşinqtona, Fərhad Əliyevi, İlham Əliyevi və Əli Kərimli ayrı-ayrılıqda. Bunlarla söhbət olunmuşdu. Bu söhbətin mən canlı şahid olmuşam. Canlı şahid olmuşam. Bu formatın yaradılmasının bir Avropa
nümayəndəsi, bir Amerika nümayəndəsi şəxsən mənim yanımda danışıblar bunu. Ki, belə bir islahatçı komanda yaratmaq lazımdır. Orada bir ikinci Azərbaycanlı da iştirak edirdi. Mən bu barədə Echo Bakuya danışmışam. Yeri gəlmişəm. Onda Əli Kərimli həbs olunmamışdı. Sadəcə olaraq indi istəmirəm məni ittiham eləsinlər ki, həbs olunan adamın arxasınca danışım. Mən bunu danışmışam bir ay əvvəl. Möhsin Hacıyevin Echo Baku kanalında danışmışam bunu. Və həmin dövrdə belə bir şey formalaşırdı. Hətta söhbətdə başqa bir Azərbaycanlı nümayəndə də iştirak edirdi. Oradan çıxanda mənə dedi ki, bunların başı xarab olub. Bəs Ramiz Mehdiyev hardadır? Dedim, onlar həmişə bizim reallığımızı anlamayıblar. Amma mən onu bilirəm ki, Azərbaycan faciəyə gedir. Onlar nə təşrif edirlər ki, güya kimlər bir yerdə olmalıdır ki? Onlar təklif edirlər ki, İlham Əliyev prezident olsun. Deməli, Fərhad Əliyev baş nazir təyin olunsun. 2005-ci il parlament seçkilərindən sonra da Əli Kərimli parlamentin spikeri. Bax, bu təklif olunmadı. Əli Kərimli razılaşmışdı mı oyuna? Mən onu deyə bilmərəm. Əli Kərimli'yle danışmamışam. Amma onu bilirəm ki, Əli Kərimli'nin qəzetində belə yazılar gedirdi. Bu gedirdi. Bunun yüzlərlə, minlərlə şahidi var. Azadlıq qəzeti o dövrdən oxunaqlı qəzetlərdən biri. O baş tutsaydı o gözəl olardı ki, orada pis nə vardı ki, əla olardı ki o. Baş tutmadı da, baş tutmadı. Ona görə də Fərhad Əliyev tutuldu. Ona görə də Əli Kərimliyə pasport verilmədi. Niyə baş tutmadı? Bilirsiniz yoxsa səbəbi? Ramiz Mehdiyev çağırdı Fərhad Əliyevi. Fərhad Əliyev belə çox dərin adam deyildi. Dedi ki, bundan prezident olmaz, get Əliyevi hazırlaşsın. Və adamlar belə sadəlövçəsinə Ramiz Mehdiyevin belə ucuz bir tələsinə düşdülər. Bunu danışmışam Qurban bəy, bu yenilik deyil. Bunu mən dediyim həmin o verilişdə Rus dilli kanalda. Orada danışmışam. Bir dəqiqə. Fərhada deyir ki, get Əliyə deyən ki, Əli razılaşsın prezidentliyə. Başa düşmürəm, nəyə? Hazırlaşsın, bəli, prezidentliyə. Və ondan sonra Azadlıq qəzetində bir manşet yazı çıxdı. Qurban bəy, mən xatırladım, siz də xatırlamalısınız. Buyur. Ən şanslı namizəd İbrahim Məmmədlinin yazısı çıxdı. Və səhərisi gündə 2 gün sonra həmin yazını götürüb Əhəd Abiyev küçə söyüşlərindən, təhqirlə Əli Kərimli haqqında danışdı parlamentdə. Yadınızdadır bu da? Bəli. Məhz həmin məqaləni istinad eləyərək onu göstərdi. Çünki ondan 2 gün qabaq, elə yazı ilə eyni gündə Əli Kərimli parlamentdə çıxış edib nə dedi? Dedi ki, biz Cleveland'da nümayəndə heyəti göndərməliyik, dəqiqləşdirək. Prezident sağdımı ya yox? Demək, bütün bu hadisələr 2003-dən əvvəl olub da belə. 2003-də olub. 2005-də intiqam alındı. 2003-də. Bəli, 2005-də. Bax, mən sizə bu səbəbləri, sizə yox, izləyicilərə bunları izah elədim ki, bu ədalətin səbəbi nədir? Bəs bugün İlham Əliyev, Ramiz Mehdiyevi niyə belə təhdid eləyir? Təhdid eləyir, başqa işini eləyə bilməz. Alçaldır. Çətin ki, həbs eləsin. Niyə? Çünki illər boyu Ramiz Mehdiyev onu təhdid eləyirdi. Yəni. Amma Ramiz Mehdiyev onu öz təşəbbüsündən eləməyibdir. Ramiz Mehdiyev o işdə icraçı olubdur. Mənim təşəkkür edirəm, siz də paylaşmışsınız o yazını, özdə səsli versiyada. Mənim Qorxunun anatomiyası silsilə yazılarım gedir indi Facebookda və yeri gəlmişkən fürsətdən istifadə edib bütün Facebook izləyicilərimə təşəkkür edirəm. Təkcə dünənki gün ərzində mənim Facebook səhifəm 100 mindən yuxarı insan tərəfindən batılıbdır. Ərəstun bəy, vaxtınız əgər varsa, icazə versəz bu yerdə onu səsləndirərdim canlı efirdə. Sonra davam eləyərdik. Yox, gəlin mən danışım sonra, olar mı? Mən danışım, iki vaxtım məhduddur. Və hətta dünən bizim dəyərli dostumuz, parlamentin fəal üzvlərindən biri, bizim silahdaşımız Fərid bəy, Fərid Qəribov, mayor Fərid Qəribov, buradan da salamlayıram Fərid bəy. Mənə yazdı ki, İlham Əliyevin yerində mən olsaydım, mən də sizə cinayət iş açardım. 100 min nə idi? 100 min plus nə idi? Dedim, neydi? Mənim günahım deyil ki. İlham Əliyevin təbliğatçıları bayağı, saxta, yalancı, şivənçi təbliğat aparırlarsa, mən həqiqəti yazıramsa və insanlar bunu izləyirsə, sağ olsunlar. Mən onlara ancaq minnətdaram.
vacib deyil ki, hamı bəyənsin. Bilirsiniz, Facebook'un statistikası var da, göstərir ki, bu yazını nə qədər adam izləyib, bu posta nə qədər adam baxıb. Yəni, nəyi demək istəyirəm? Mən onsuz da bu şeyləri yazıram və yazacağım da. Axı, mən demişdim, hər bir insanın bir şəxsi tərəfi də var. Siyasətlə mən şəxsiləşdirməmişəm. Amma İlham Əliyevin mənə cinayət açmaq qərarı məndə adekvat reaksiya doğurubdur və təbii ki, mən də bacardığım zərbəni endirəcəm və getdikcə ağırlaşacaq o zərbə. Hətta 18-ci ildə mənim İlham Əliyev haqqında bir möhtəşəm yazım olubdu. Özüm də bəyənmişəm o yazını, amma paylaşmamışam. Niyə? Çünki dostlardan biri oxudu, dedi ki, bundan sonra düşmənçilik olacaq. O yazının başlığı belədir və anonsunu da verirəm. Yaxın vaxtlarda onu paylaşacağam. Biraz redaksiya ilə təbii ki, çünki müəyyən hadisələr baş verir 18-ci ildən bu günə də. O yazının başlığı belədir. İlham Əliyev. Psevdo-diktatorun psixoportreti. Qurban bəy, siyasətdə, siz yaxşı bilirsiniz, insanların psixoloji durumu, onların o psixoloji formatı çox mühüm rol oynayır. Yəni, İlham Əliyev bugün qisas almaqla məşğuldur. Və bu dövlət çevrilişi fantaziyası 2005'də olanın təkrarıdır. Və yenə onun resepti Rusiyadan gəlir. Təsadüfi deyil ki, 2005'də Yuri Lebedev gəldi Bakıya, təlimat verdi, getdi. 2025'də 20 il sonra, təsəvvür edirsiniz, 20 il sonra Putin'lə görüşdən bir müddət sonra bu çevriliş cəhdi söhbəti ortaya atıldı. Bax, mən buna aydınlıq gətirmək istəyirdim. Siz deyirsiniz, Kemalettin Heydərovdan yapışmışsınız. Üzr istəyirəm, ifadəmə görə. Qurban bəy, əslində Kemalettin Heydərov bu sistemin arxitektorlarından biridir. Və Kemalettin Heydərov çox qabiliyyətli insandır. Bunu ədalətli olmalıyıq. Sadəcə ona deyiblər, bunu qur, o da onu qurubdur. Və çox mükəmməl də bir sistem qurub. O cümlədən maliyyə, bilirsiniz də bu ümumi bu kassalar söhbəti falan, bunun hamısını Kemalettin Heydərov qurub. Kemalettin Heydərov kimi bir adama desəydilər ki, yaxşı bir şey qur, mən əminəm ki, onu da qurardı. Çünki quruculuq bu bir istedaddır. Onu pisə də həsr eləmək olar, yaxşıya da razı. Kemalettin doğrudan da istedaddır, böyük istedaddır, amma alçaq istedadını murdasılığa, alçaqlığa sərf edib də. Ya ona belə sifariş veriblər. Onun günahı deyil, onun yeganə günahı bu komandanın tərkibində olmaqdır. Amma o Rusların bir sözü var. Təbii, yəqin Kemalettin Heydərov ağır dövründə İlham Əliyevə arxa dayaq durursa, kömək eləyibsə, ondan sonra onun atası Fəttah Heydərov vaxtı ilə Heydər Əliyevi Naxçıvanı gəzdirib deputat eləmək istəyibsə və heç yerdə onu qəbul eləməyiblərsə, gətirib nəhayət Mehrəmdə eləyibsə, aydın məsələdir ki, cəzalandırılmalıdırlar. Ailəlikcə sədaqətlidir. Maşallah, köpək kimi sədaqətlidir eləməyə. Bu gündə onun Azərbaycanda nəyi var, hamısı əlindən alınıbdır. Özdə Kemalettin Heydərov ağıllı adamdır. Onu nəyi deyiblər, veribdir. Bilir ki, onsuz da alacaqlar. Yəni, başqaları kimi. Yox, həqiqətən deyirəm. Yəni, baxın, bizim problemimiz nədədir? Bax, o dəfə də dedim də, tutalım ki, həmin o Elman Nəsirov var. Yəni, Elman Nəsirov mədəni adamdır da, indi söy işlətmir, təhqir işlətmir, savadlı adamdır, dərs deyir, illərdir, müəllimdir. Elman Nəsirovdan yaxşı niyyət üçün də istifadə eləmək olardı. Nəinki onu bax, belə gülüş hədəfinə çevirmək. Problem sistemdədir. Siz bayaq parlament haqqında danışdınız, Qurban bəy. Bu təsadüfi deyildi ki, parlamentdə dava qırğın Əli Kərimlinin həbsi ilə eyni günə düşdü. Yadınızda mən nə dedim sizə? Dedim ki, müəyyən şübhələrim var, suallarım var. Bir gündə bütün faydatı sökürmək istəyirdi. Maalesef bacarmadı. Və tamamilə razıyam sizdən ki, Azərbaycan Xalq Parlamenti rəhbərliyi ortaya siyasi iradə qoydu, ortaya dövlət ərkanının nə olması nümunəsini qoydu
qətiyyət qoydu və bunlar siyasətdə həlledici faktorlardır. Və bir də kritik məqamda, belə o xırda bir krizis idi. O kritik də demək düzgün deyil bəlkə. Amma hər halda müəyyən bir böhran vəziyyətində ortaya mövqe qoya bildi parlament və onun mütləq əksəriyyəti. Yəni söhbət təkcə parlament rəhbərliyindən getmir. Bəli. Həmkarlarımızın haqqına girməyək. 68 nəfər faktik olaraq düz 68 millət vəkili dövlətçilik mövqeyi qoydu ortalığa və cəsarət və qətiyyət göstərdi. Və bu da hazır komandadır və ona görə də biz hazır olmalıyıq növbəti hücumlara və bizim seçicilərimiz də buna hazır olmalıdır, izləyicilərimiz də buna hazır olmalıdır və biz heç kimdən mərhəmət ummamalıyıq. Məndən bu qədər. Təşəkkürlər, minnətdaram. Mən indi sizin o yazını səsləndirəcəyəm. Birinci hissəsini bizim rejissor hazırlayıbdır. Təşəkkürlər, var olun, çox sağ olun. Mən təşəkkür edirəm, bir daha hər kəsə təşəkkür edirəm dinlədiyi üçün. Kanala dəstək olmağa, abunə olmağa dəvət edirəm. Bugün Azərfilm Azərbaycan siyasətinin tribunasıdır. Sözün həqiqi mənasında. Təşəkkürlər. Sağ olun. Sağ olun. Mən Azərfilm ailəsi adından Ərəstun bəyə təşəkkür edirəm. Dostlar, gəlin Ərəstun bəyin həmin yazısını dinləyək. Anatomiyası. Birinci yazı. Bu silsilə yazının məqsədi ölkədə az qala qorxunun anatomiyası. Birinci yazı. Bu silsilə yazının məqsədi ölkədə az qala hər kəsi düşündürən suallardan birinə. Nə baş verib ki, bu qədər həbslərə, saxta cinayət işləri açmağa, cəmiyyətdə xof, qorxu, təhdid və onlardan qaynaqlanan donosbazlıq mühiti yaratmağa ehtiyac duyulur sualına cavab axtarmaqdan ibarətdir. Zənnimcə sualın cavabını axtarmağa bugün və ya dünən baş verənlərdən başlamaq yanlış olardı. Odur ki, çalışaq mövzuya son 2-10 illikdə atılan addımların dinamikası və ardıcılığı kontekstində baxaq. Həmin addımlar da həqiqətən ardıcıl olaraq atılıb. İlham Əliyevin hakimiyyətə gətirilməsi o qədər ziddiyyətli hadisələrlə zəngin idi ki, hələ o zaman hadisələrin axarının istiqamətləri və konturları görünməkdə idi. Baş nazir vəzifəsinə təyinatdan tutmuş, prezident seçilməsinədək bütün addımları saxta olan birinin yeganə idarə etmə yolu qalırdı. Zorakılıq. Bu da təsadüfi deyildi. Əksinə, tam şəkildə prezident düzəltmə əməliyyatı müəlliflərinin planına uyğun olaraq həyata keçirilmişdi. Qeyri-legitim yollarla hakimiyyətə gətirilən İlham Əliyevin gələcəkdə öz hakimiyyətini legitimləşdirmək şansı belə mütləq sıfır səviyyəsinə endirilmişdi. Elə həmin səbəbdən də hakimiyyətə gələn kimi İlham Əliyev atasından qalma ağır yükdən xilas olmağın yollarını aramağa başlamışdı. Amma bunun nə qədər səmərəsiz yol olduğunu siyasətdən az-çox təsəvvürü olan hər kəs yaxşı anlayırdı. Xüsusilə də yeni rəhbərin İskəndər Xəlilov kimi silahdaşları olduğu şəraitdə. İlham Əliyev hakimiyyətə idarə etmək üçün deyil, idarə olunmaq üçün gətirilmişdi. Sonradan baş verənlərinə hamısı məhz bu tezisdən qaynaqlanır. Amma ədalət naminə ehtimal edək ki, o özü də düşdüyü vəziyyətdən çıxmağa cəhd edirdi və məntiqlə etməliydi də. Çalışıb, idarə edənə çevrilmək üçün əlbəttə. Haşiya. O zamanlar Almaniyanın Azərbaycandakı səfiri və İlham Əliyevin əsas pərəstişkarlarından biri olan Klaus Greyexlə belə bir söhbətimiz olmuşdu. Regionlara birgə səfərimiz zamanı səfir İlham Əliyevin hakimiyyətə gətirilməsi planının mövcud olduğunu deyərək, Azərbaycanda tətbiq edilməsi nəzərdə tutulan modeli açdı. Onun iddiasına görə, ölkədə ilkin mərhələdə siyasi deyil, yalnız iqtisadi azadlıqların olacağı, ardınca da tədricən siyasi azadlıqların formalaşacağı nəzərdə tutulurdu. Amma mənim həmin modellə bağlı sualıma cavabdan isə Klaus Greyech yayınmağa üstünlük vermişdi. Sual isə belə idi. Elə bir demokratik ölkə göstərmək olarmı ki, orada oxşar model uğur qazanmış olsun? Görünür, narahatlıq yaradan sual olmuşdu. Amma onun cavabını elə özüm də bilirdim. Azərbaycanın demokratik hüquqi dövlət olması nəinki planda, heç üfüqdə də yox idi. Elə həmin səbəbdən də İlham Əliyevin ilk addımları güc strukturlarını qismən də olsa öz nəzarətinə götürmək istiqamətində olmuşdu. Öncə o, hələ Moskvadan yaxşı tanıdığı Eldar Məhmudovu təhlükəsizlik naziri etdi, öz kadrosu düşünərək və bunun ardınca iki mühüm hadisə baş verdi. Monitor jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirildi və Hacı Məmmədov bandası ifşa olundu. Hər iki hadisənin arxasından alverçi xislətli yeni təhlükəsizlik nazirinin qulaqları görünürdü.
Amma onun fəaliyyətinin ilkin mərhələdə görünməyən tərəfləri də vardı. Dəyənək olmaq üçün vəzifəyə təyin edilən Eldar Məhmudov bir sıra gəlirli sahələri də öz nəzarətinə götürdü. O cümlədən də narkotik vasitələr bazarını və onların tranzitini. Amma İlham Əliyevin Hacı Məmmədov bandasının ifşası ilə Ramil Usubovu kənarlaşdırıb yerinə öz kadrosunu gətirmək planı fiyaskoya uğradı. Bu da təbii idi. Plana görə əsas güc strukturları ölkənin sistemini dizayn edənlərin nəzarətində olmalı və qalmalı idi. Bugünədəki olduğu kimi. Beləliklə də İlham Əliyev atasından qalma sistemin fəlsəfəsinə və təbiətinə uyğun davranmaqdan başqa seçimi qalmadı. Belə olduqda da o mövcud reallıqla hesablaşmağa məhkum idi. Və əslində həmin reallıq onun şəxsi maraqlarına da uyğun idi. Çünki azıca da basa şəffaflıq şəraitində İlham Əliyevin hakimiyyətini qoruyub saxlamaq şansları yox dərəcəsində idi. Üstəlik də bu onu hakimiyyətə gətirən xarici güclərlə əksinə getmək olardı. Belə cəhdlərin nəticəsi isə təsəvvür ediləndən qat-qat ağır olardı. Odur ki, İlham Əliyev atası Heydər Əliyevin layiqli davamçısı olmaq yolunu seçməli oldu. Bu isə total korrupsiya, tayfabazlıq, saxtakarlıq və onların işləhliyini təmin etmək üçün zəruri olan zorakılıq və repressiyalar yolu idi. Davamı növbəti yazılarda. Davamı isə dostlar budur. İkinci yazı. Repressiyalarda 2003-cü il qorxunun anatomiyası. İkinci yazı. Repressiyalarda 2003-cü il prezident seçkilərinin ardınca başlamışdı. Total seçki saxtakarlıqlarını arxada qoymaq üçün ixtişaşlar təşkil etmək adı altında 1000-dən artıq müxalifət nümayəndəsi saxlanılmışdı ki, onların da arasında xeyli seçki komissiyası üzvləri vardı. Bunların hamısı bəlli faktlardı. Amma bəlli olmayanlar da vardı. Məsələn, əvvəlki yazıda adı çəkilən səfir Klaus Grevlichlə İlham Əliyevin and içmə mərasimi ərəfəsində söhbətimiz olmuşdu. Səfir soruşdu ki, səncə indi İlham Əliyev hansı addımı ata bilər ki, ölkədə dərin siyasi parçalanma olmasın? Bildirdim ki, həbs olunmuş müxalifət nümayəndələrinin azad edilməsi ən optimal addım olardı. Bir neçə gün sonraki görüşümüzdə səfir Grevlich bildirdi ki, administrasiya rəhbəri Ramiz Mehdiyev və təhlükəsizlik naziri Namiq Abbasov buna imkan vermirlər. İlham Əliyevi inandırırlar ki, müxalifət nümayəndələrinin azad edilməsi ölkədə üsyana gətirib çıxara bilər. Artıq hər şey aydın idi. İlham Əliyev nəinki vəziyyətə nəzarət etmirdi, hətta özü də tam nəzarət altındaydı. Belə də olmalı idi. Çünki o heç vaxt real siyasətdə olmamışdı və həmin səbəbdən də siyasi gedişlərin əhəmiyyətini anlamırdı. Bu da onun rahat şəkildə idarə olunmasına ideal zəmin yaradırdı. Görünən həm də o idi ki, İlham Əliyevin cəmiyyətdən təcrid olunması davam edəcəkdi. Necə ki davam etdi və həmin dövrdə baş verən hadisələr də buna əyani sübutdur. İlk növbədə də 2005-ci ildə baş verənlər. Onlar isə aşağıdakılar idi. Elmar Hüseynobol qətli, Hacı Məmmədov bandasının ləğvi, parlament seçkilərinin saxtalaşdırılması, parlament seçkiləri ərəfəsində başda nazirlər Əli İnsanov və Fərhad Əliyev olmaqla bir qrup dövlət rəsmisinin dövlət çevrilişinə cəhd ittihamı ilə həbsi. Bütün bu hadisələrdə ən əhəmiyyətli məqam da onların Moskvanın ssenarisi üzrə baş verməsi idi. Proseslərə nəzarəti həyata keçirən isə şübhəsiz ki, Rusiyanın emissarı Ramiz Mehdiyev idi. Potensial rəqibləri Namiq Abbasovu və Əli İnsanovu zərərsizləşdirmiş Moskva xəfiyyəsi bununla təkcə Əliyevi deyil, bütövlükdə hakimiyyəti tam nəzarətə götürmüşdü. Şübhəsiz ki, İlham Əliyevin Ramiz Mehdiyevə bugünkü dərin nifrətinin kökləri də elə həmin dövrə gedib çıxır. İlham Əliyev illər boyu Moskva emissarı Mehdiyevin onu idarə etməsini heç cür bağışlaya bilmir. Həm də ona görə ki, bunun səbəbini özünün zəifliyində görmək istəməyib, Mehdiyevin təsir imkanlarının geniş olmasını da axtarır. Həmin dövrdə baş verənlər Azərbaycana təsir edən xarici amillərin də güc nisbətini əsaslı şəkildə dəyişdirdi. 2003-cü ildə Rusiya ilə əl-ələ verib İlham Əliyevi hakimiyyətə gətirən Qərb və Türkiyə, 2005-ci il parlament seçkiləri ərəfəsində artıq oyundan kənar vəziyyətə düşmüşdülər. Dəyişməyən isə İlham Əliyevin idarə edilən olması idi. Amma bu dəfə yalnız Rusiya və onun Bakıdakı emissarları tərəfindən. Görünür elə həmin səbəbdən də 2003-cü ildə bir mənalı şəkildə İlham Əliyevi dəstəkləyən Qərb siyasəti 2005-ci ildə müxalifətə tərəf də boylanmağa başlamışdı. Lakin müxalifət daxilində olan separatçılıq və fürsətçilik tendensiyaları bundan yararlanmağa imkan vermədi. Mandat almaq üçün gedən mübarizə, ümumi maraqları fərdi maraqların qurbanına çevrildi.
2005-ci il parlament seçkilərindən sonra müxalifətin etiraz aksiyasının dağıdılması isə artıq ölkədən müxalif kəsimin sonunun anonsu idi. Bundan sonra mübarizə mərkəzi hakimiyyətin daxilinə keçərək, siyasi mübarizədən resurslara nəzarət uğrunda klanlar arasında rəqabətə transformasiya edəcəkdi. Həm də o fərqlə ki, bu dəfə dirijor çubuğu yalnız bir tərəfin, Rusiyanın əlində olacaqdı. Bu da Mehdiyev faktorunun daha da güclənməsi demək idi. Amma eyni zamanda başqa hadisələr də oldu. Məsələn, İlham Əliyevlə münasibətdə layallıq nümayiş etdirən ABŞ səfiri Rino Harniş və Almaniya səfiri Klaus Grevlich öz ölkələri tərəfindən geri çağırılacaqlar və onun, yəni Əliyevin Vaşinqtondakı əsas himayədarı ABŞ dövlət katibinin muavini Richard Armitage isə vəzifəsini itirəcəkdi. Bütün bunlar Azərbaycana təsir imkanları baxımından Qərb siyasətinin mövqelərinin zəifləməsi, Rusiyanın təsir vasitələrinin birmənalı artması demək idi. Dəyişməyən isə yaranmış şəraitdə İlham Əliyevin idarə edilən olması idi. Bundan sonra İlham Əliyev öz rolunu təsbit etmək üçün uzun müddət çalışmalı olacaqdı. Bu yazın ikinci sətr dostlar, Ərəstun yazmaqda davam eləyir. Mən bura bir şey əlavə eləyim ki, psixologlar daha gözəl bilirlər. Mən oxşunasam ixtisasım üzrə biz psixologiya ilə bağlı müəyyən kursda keçmişik. Uzun müddət başqasının qapazı altında olan adam yadınızda qalsın. İlk imkan əlinə düşən kimi onu qapaz altında saxlayan adamdan intiqam alır. Bu bir psixoloji faktdır. Elmi faktdır, bu belədir. Yəqin indi hər biriniz mən nə dedim, hər bir adam özündə başa düşür də bu şeyləri, həyatda çox adam yaşayıb bunu. Təkrar edirəm, bir adam əgər başqası tərəfindən idarə olunursa və o idarə olunduğu dövrdə onun şəxsiyyət ləyaqətinə hörmətli göstərilirsə, həmin adam səlahiyyət sahibi, əlinə imkan düşən kimi, səlahiyyət sahibi olan kimi onu qapazaltı ilə adamla intiqam alır. Bu günləri, hörmətli Ərəstun bəyin dediyi, həmin hadisə baş verir Ramiz Mehdiyevlə bağlı. Çünki Ramiz Mehdiyev Heydər Əliyevdən sonra hakimiyyəti kukla kimi İlham Əliyev qoyub orada, onun ətrafında o qədər oyunlar qurublar ki, onu alçaldıblar ki, onun alkoqolik obrazıdır, onun qumarbaz obrazını yaradan həmin bu Ramiz Mehdiyev olub. Müxalifətdə əlaqəyə girib, tez-tez mitingələr yalana tutulan son İlham Əliyev xofda sahilan bunlar olub. Birdən-birə indi İlham Əliyevə aydın olub ki, bunda heç müxalifət adı yoxuymuş, yalan şeymiş şeylər hamısı. Heç bunu hakimiyyətdən devirmə fikirli adam da olmayıbdır. Bu, hamısı eləyən Ramiz Mehdiyevmiş. İndi Ramiz Mehdiyevdə intiqam alınır. Ramiz Mehdiyevi atıblar, belə deyək də, insanların ayaqları altında elə bir əski parçası. Hər keçib gələn ayağını sürtüb getir Ramiz Mehdiyevə. Bundan sonra əgər zərrə qədər imkan düşsə, şans düşsə, bu dəfə Ramiz Mehdiyevin və onun tərəfdarlarının əlinə mən sizə indidən proqnoz verə bilərəm ki, vaxtilə Kərmxan Zəndin tayfası ilə bağlı Ağa Məhəmməd Şah Qacar nə eləmişdirsə, İlham Əliyevin də tayfası ilə bağlı həmin şey eləyəcək.